Almaniyada ögürənci həyatı yenə vurğulayaq. Ayın 14-ü paylaşılır. 2 gün əvvəl. Yox, 4 gün əvvəl. Almaniya o gecə. Salamlar. Bugün Azərbaycanlı dostlarım Elşən. Cavid görünmək istəyirsən videoda. Acı gördük də. Əşi görün, heç nə olmaz. Elşən gedirik bilyard. Nə dedi? Mən gicdən başlayan eşitdim də. Əşi görün, heç nə olmaz. Elşən gedirik bilyard oynamağa. Allahın izni ilə yağışa düşmüşük. Ay nə qəşəng görünür. Gedin. Fikir verirsinizsə, az yaşlı olaraq YouTube-a başlayıb, universiteti falan nə bilim oxuyan, ya nə bilim yavaş-yavaş da indi puxtələşən belə deyim. Onu gözdə Allah. YouTuber, influencerlar ki o universitet seçmə vaxtına və yaxud da magistr seçmə vaxtına gələndə birbaşa xaricə gedirlər. Ya oradan bir vlog görürük. Səhv seçim deyil onsuz da hamı bilir, düz seçimdir təbii ki də. Amma yəni görürük də. Gəldik və Həyat qurmaq zordur da. Nə qəşəng qızdır. Birinci dəfə də görsən bu xanımı. bu arada yaxşı oynaya bilmirəm. Çoxdan var YouTube-da. Ya da uzaq məsafədə yox, xahiş edirəm. Gözəl qızlar DM atsın. Tam şey sözü idi o. O məktəbdə zətdə olur qızlar, bəzi qızlar oğlanlar üçün qız tapırlar, gəlib danışırlar falan. Divjeni. Burada içməyə nəsə zakaz eləməli olduq, çünki məcburi idi. Mən elədim. Nəysə, oynamağa başlayırıq. Bu arada həyatımda ikinci dəfədir ki, oynayıram və həqiqətən heç yaxşı deyiləm. Çünki biraz çətin gəlir. Amma aramızda ən yaxşı Cavid oynayırdı. Həqiqətən professional şəkildə deyə bilərəm. Vura bilmədi axı. Qətiyyən tələsmə. Hə, iki şey udduq. Yox, bir dəfə məndən odamda Cavid uddu, bir dəfə səndən odamda, bir dəfə... Yox, Cavid məndən 2 dəfə uddu. Sonra mən odamda Cavid bir dəfə uddu. Sonra Elşənlə mən uddum. Ən çox mən uddum nəysə bu. Elşənlə Cavid oynadı. Sonra Hatəmlə mən tualetdə vlog çəkirik də. Biz də sadəcə olaraq daha yaxşı oynamalar üçün dəstək olduq. Dəstək olduq. Yəni biz olmasaydıq onlar o da bilməzdi. Cavid orada dərsə girib, neyinir, heç başa düşmürük. Oxuyan uşaq ayrı olur da. Buranın işığı da yaxşı deyil. Ümid edirəm səsimi eşidirsiniz. Mən elə də YouTube izləmirəm axı. YouTube-da yox idi ki təzə. Mənim ağlımı sən, zərb etmisən. Sağ ol. Instagramdan izləyənlər bilir bu arada. Amma telefonun kamerası Hara sürtdü? Estağfurullah. Hə, baxın biraz daha yaxşı. Bugün Cavidin outfiti çox gözəl. Oxşur. Kazımla çox danışmamalıyam, çox fəsadlaşıram. Qızlar DM ata bilər Cavidə. Sağ olun. Siz də gəlib Almaniyada bilyard oynamaq istəyirsinizsə, birinci olaraq, ilk olaraq mənim Travel AG GP 84 saytına girib mənim girim ad çəkinlik. İndi isə gedirik. Hara amma bilmirik. Cavid acından ölürdü yemək. Yeyə Harda bildik, hər yer. yazıq. Yağış da yağır, mən çətrim var gördüyünüz kimi. Belə. Dedim nasıl görüşək bugün havası. Var gedirlər, vizyonsuzlar, bu gözəllikdə baxmanı bilmirlər. Zor deyə yağışlı havada ikili deyit, dörtlü deyit pardon. Gəlmişik bu arada, yadımdan çıxıb başım qarışdı da video çəkməmişim. Gəlmişik dönər yeməyə təbii Dönərə deyir almanlar alıblar. Cavid saçı pisdir deyə video çəkmək istəmir. Əslində pis deyil, amma keçən dəfə mən yağışda saçım qalmasın
Keçən dəfə mənim saçım yağışda Ya elə bir insan var bu dəqiqə chatdə. Məsələn, deyək ki, bizdən biri vlog çəkmək istədi, saçı pisdir deyə düşmək istəməsin. yaman günə qalmasın deyə. Dedim ki, gözləyəydi. Onda Cavid şikayətlənirdi ki, Oğlanlardan indi qız heç. Qızın saçı belə də vız. nəyə gözləyirik? Biz deyirik də sən Allah çəkin. Əşi batsın da saçın, mənim penim xarab olub deyə. Amma indi özünün saçı pis idi deyə şəkildə My bad. görürsüz, yəni ona görə heç kəsi qınamayın nəyə çəkirəm. Hansı oyundu? Bu arada bu da Zombi. pulum yox vaxtında. Deyirdi ki, ya zombi olacaqsan, ya insan. Axırda da zombilər uddu falan. Axırda zombilər utdu dedi. Mənim ümumiyyətcə kameraya kompleksim var. Kamera kompleksi başqa deyir, saçım pisdir. Ömrümün axırına kimi saxlayacağım. Çörəyə xoşuna gəlib ha. Hə, bu arada Cavid buradakı dönərləri bəyənmirmiş, amma buranın çörəyi gözəl olduğuna görə. Çünki keçən dəfə Leyla aldı, bəyəndiyinə görə indi almaq qərarına gəldi. Sən Instagramı qızlar istəyirsə Instagramı yazaram deyə atarsınız Cavidə. Amma ev yoxdur da. Qız niyə hamıya qız tapıraya başa düşür? Bu nə bolluqdur bu? Rolla batarlar. Bəli, hamının sifarişləri gəldi. Nuş olsun hamıya, bismillah. Bir nəfər çörək yeyəcəm. Uşaqlar, VC gəldim. Bu arada bu VC ən yaxşı VC'dir. Prosto 1.50 euro, 3 manat. 3 manat. 3 manata tualet. Sağlam, uşaqlar. 3 manat alır. Və Almaniyanın havası həmişə ki məni yanıltdı. Soyuqdan ölürdüm. Leyla çox sağ olsun mənə şərfim verdi ki, belimə bağlayım. Orada Elsa. Bilmirik ki, Almaniyadayıq, yoxsa Türkiyədə. Hər yerdə Türk var, hər yerdə Türk marketi, hər yerdə də. Salam dostlar, bugün gördüyünüz kimi Türkiyəyə gəlmişik. Araç. Baxın dostlar, hər tərəf Türkiyədir. Türklər də hər tərəf. Bunu bilirik. Prosto bu gəzdiyimiz ərazidə daha çoxdur. Yəni Türklərin yaşadığı tərəfə keçmişik. Bayraq da burada. Uşaqlar bu arada marketə gəldik. Mən 3 də dondurma aldım. özümə bunlardan aldım. Bir də bu Azərbaycanda məşhurdur. Görmüsünüz də ki, burada 2 evrodur. Hamımız alırıq. Leyla da aldı. Cavidlə Elşən də məcbur eləyirik ki, alsınlar. Mən bananısını götürdüm. Saçım bu arada çox pisdir. Amma ev yox, düzələcək. Hər kəs mən tövsiyə etdiyim marojnanı alıb bəyəndiyi üçün burada biraz xoşbəxt idim. Çıxaldıq burada. Bu arada Tutmaq olurmuş ki bunu. şaftallısı yemişdim bunun. O çox dadlıydı. Bu bananlısı da Çox yaxındır ye. Çox yaxındır yanıb. çox qəşəngmiş. Yəni 10 manat verib Azərbaycanda almağa dəyməz. Amma burada dəyər. Çünki 2 evroya aldıq. Tualet 1.50-dir, marojna 2 evrodur. İndi gedirik hər hansı bir parka. Elşən aparır bizi. Görək orada nə var. Belə bir parka gəldik. Çox gözəldir, sakitçilikdir, hava da təmizdir. Düz yaxınlaşdırdı Allah 0.1 saniyənin içində. iPhone-la çəkir, niyə belə düşüb keyfiyyət? Sizin mətəf yox idi. Evet. Bir dənə aralı. Deyəsən proqramla çəkib. Bir dənə arxa tərəfdə var idi, o da dediyim kimi. Kim var bax, başında döpüşdürmə çox var idi. Salamlar. Bugün Azərbaycanlı bir qızla görüşə gedirəm. Tanımıram sadəcə olaraq. Universitetdə bir nəysə detallara girməyəcəm. Tanımıram. İlk dəfə görüşürük. Belə saçım necə olub? Saçım bu arada heç xoşuma gəlmirdi, amma arxasından video çəkdim, gördüm, çox bəyəndim, listədə göstərirəm. Arxasına baxın. İndi burada bilmirəm nə qədər bilinir, amma çox qəşəng görünür.
Qızlar deyir də, indi məsələn mən oğlanla keçməliyəm ora 5 saniyə belə-belə. Sən də çəkin. Məryəm. Və boxumdayam. İlk dəfə mən boxuma gəldim. Qəşəngdir. Məryəm neçənci dəfədir gəlirsən boxuma? 3-cü. Bu arada Məryəm Erasmusdur. Oo. İkisi indi girəcək. Erasmusdan gəlib. Əgər açıq olsa. Qəşəng. Bir ara çox araşdırırdım. Nə qədər kilsə görəcək. Bir arkadaş şey dedi, ay zibil nə qədər kilsə görəcəyik dedi deyəsən. Mekka Xamilyonda bir gizlənərdim burada var ha. Boxum. Rat House-ymış. Dortmunddan yaxşı deyə. Səncə? Elə bir ki, hə, bilmirəm. Hələ ki Dortmunddan yaxşı görünür. Cute'dur Dortmund'dan biraz. Hə, daha elə bil hər şey daha yaxındır, daha çox şey var. Və burada bir dənə Avtobusun kilsə var. böyrünü gördünüz. Qəşəng görünür. Gəldiyimiz yer buradır. Buradayıq. Çox qəşəngdir. Menü, servisdəki şeylər də qəşəng göründü. Servisdə kişilər qəşəng göründü dedi. Mən bilmirəm, mən səhv eşidirəm. Mən özümdə deyiləm deyəsən. Ya Allah, yer yaş qaldı bu. Bu repo mənə yaxşı təsir eləməz. Sneakers-də, hə, Sneakers-dədir. Biz O da antep fıstıqdır, nədir? 2 dənəsini götürdük ki, bölüşüb yeyərik. Bəyəndik onda 10. Bəyəndilər, baxanda bilmir. Baxarıq dadına. Soltan da yaman günə qaldı, nəysə. İndi gedirik universitetə, Bochumdakı universitetə. Adını tələffüz edə bilmirik. Ruğurdur, Ruğ adı, nəsə də belə bir şey. Gəldik, çatdıq, indi gedirik. Hardadır universitet? Hə, bu tərəfdə. Universitet budur. Bizdə. Qəşəng deyə. Qəşəng. Hər saniyə sadəcə Instagram Səbinə Əliyeva çıxır. Yəni nə loqlar gəlir falan, heç bir şey gəlmir. Yəqin telefonda düzəldib ki, elə düşünürəm. Qəşəngdir. Prosta hər dəfə alt yazı kimi çıxır qabağıma. Çox gözəl görünür. Bu arada kitabxanasına girdik. Çox qəşəngdir. Mən 2 saatlıq video paylaşanda YouTube-a 4 dəfə qoyuram da, hər yarım saatdan bir falan. Şey deyirəm. Bəlkə 2 dəfəyə salım zat deyirəm. Utanıram da, cəmaatı mazı eləməyim. Hə. Maraqlı vibe var məncə. 19 dəqiqəlik video. Belədir. Hələ 10 dəqiqəsindəyim. Mən bəyəndim şəxsən. Bəyəndin? Bəyəndim. Hə, Qəşəngdir, qəşəng düz deyir. Mən də bəyəndim. çox bəyəndim. İndi evə gedirəm. Çox güman ki, marketə gedəcəm. Və çox yorğunam. Neynədim ki, yoruldum. 2 dəqiqəyə yoruluram. Yorğunluq çökür canıma. Elə çıxıram, gedirəm marketə. Ya bilmirəm, izləyərlər yoxsa yox. Əgər paylaşsaq YouTube-da biraz daha effektiv, necə deyim, şən, nə bilim, videoda tutacaq axıcılıq olsa videoda vəbşə zor olar. Almaniya baxmaq üçün girdik biz. Uşaqlar yadımdan çıxıb videonu çəkməmişəm. Biraz bax danışanda şeydir, çox yorğundur. Çörək aldım. Dərslər falan yorub yəqin. Elşən burada. Elşən salam deyəm. Hamısı bilyardın zibili oldu. Sağ ol. Ay sağ Ay ol. bilim. Deməli, Niyə Kapital Bankın loqosu yoxdur? aldıq, çıxdıq, gördük. Reklam da eləşdi. Elşən də aldı. İndi də qatar gözləyirik. Yəni 30 dəqiqə uzaqlıqdadır market məndən. Marketə getmək üçün bir dənə marşrutda, bir dənə qatara minmək lazım. Hə, çünki Azərbaycanda hər yerdə çox yaxında market falan var. Hava da çox gözəldir. Amma yenə də üstdən geyiniləcək hava. Qatar da 9-da gəlməli idi və yenə də gəlmir. Sonra deyirlər almanlar dəqiqdir, belə bir şey yoxdur. Qatarlar həmişə gecikir və həmişə də gözləməli oluruq. Heç vaxt vaxtında gəlmir. Çox nadir. Salamlar. Ay, evdən çıxıram, gedirik
Məryəmlə paltar almağa. Evim biraz qarışıqdır həmişəki kimi, çünki hələ dizayn eləməmişəm. Gözümü görürsüz, belə bir şey eləmişəm. Biraz pis göründü kamerada, amma realda çox qəşəng göründüyünü düşünürəm. Nəysə, boş verin. Əsas özümü bəyəndim. Yaxşıdır, pisdir. Çox xoşbəxt hiss edirəm, ona görə okeydir. Hava çox istidir. Hətta o qədər istidirsə belə xəbərdarlıq falan paylaşırlar ki, Çıxmayın çölə. özünüzə diqqət edin və s. Ne oldu? Dünən yağış yağırdı bugün Çox şey. çox pisdir. Məryəm. Yenə mən. Niye çolkasına bu kadar yapışıb? Yenə Məryəm. Pis də deyil bu arada. İndi Məryəmin danışa bilmədim. İndi Məryəmin kampüsünə gedirik. Ora baxmaq istəyirəm ki, oranın içi necədir. Çünki heç vaxt ora girməmişəm. Bunların içinə girmişəm. Səndə memarlıq idi də. Bəli. Sarar. Bu binanın hamısı elə bil ki, memarlar, yəni tələbələr üçün ki, elə memar tələbə eləyibmiş bu binayı. Düzdür, biraz bəzi saçma şeylər eləyibdir. Memar tələbə eləyib. Yəni. Burada da exhibition tələbələr məqamələr edirlər. Exhibit edirlər. Maraqlıdır ya, qəşəngdir bura. Bəyəndim. Bura daha yaxşıdır, biraz belə açıqlıq, hə. Qəşəngdir, sizə uyğundur tamam. Amma mən bilmirəm, burada oxuya bilmərəm bu Qəşəngdir, kartonların superdir. birindən. Kartonların iyində. Əslində yaxşıdır, amma çox təzə ev vibe Memarlıq kartonla çox şey eləyirlər onda. verir. Təzə ev iyi verir, hə. Təzə ev verir. Hə, o qatıldım o temaya. Çox şükür. Of, benim dik oturacağım. Q orada. O da başqa bir universitetdir. Yəni eyni universitetin, amma nə versiyası gedir. Bilmirəm. Maket falan düzəldirlər. Bura elə bir ki, apply-dır. Bura elə bir tətbiq elmlər universitetdir. Orada biraz texniki universitetdir. Anladım, protoda çox tətbiq Ay, deyil. çox istidir Çox uşaqlar. maket. Gəldik mərkəzə çatdıq. Toplanıqdan çıxdıq. Hə, çox gözəl. Bax, doymaq olmur. Heç şeyində də gedirik mola. Artıq oradan axot olsa video çəkərəm, olmasa da ki bu qədər. Sağ olun, bu qədər izlədiyiniz üçün çox sağ olun. Adam gələ dil bilər. Görək nə Sənə deyirəm, düş də üstünə. Nə qədər yaşın Bu azdır. Məryəmin götürdükləri, bu mənim. Mən Qulaq ancaq asmırsınız mənə. roz bulut onlarda, sən də mavili fason. Ay, Pəmbə də var. Qətiyyən mənim gözüm dəymədi o düşmən. ah falan. Neyse də yay üçün bir şeylər almağa Fira var çalışıram. setdə, onun gözü deyil. Bunları yoxladım, heç biri istədiyim performansı vermədi. YouTube-a elə çəkirəm. Mən bu arada məncə bu daha dadlı olacaq. Məncə də. Bunun görünüşü, rəngi gözəldir. Bunun amma məncə dadı gözəl olacaq. Məryəmlə sağollaşdıq. İndi Vacib deyil ki, alman dili öyrənəsən minə evə gedirəm. Bu arada evə gəldim. İngilisi bil ən azından. O şey. Onu pişirəcəm. Gördüyünüz kimi pişir. Salman universitetə gedirəm. Tək qalır evdə. Tamam, bir dənə halına baxın. Ben dünən üç şkaf və sonra əldə elədim. Şəklini qoyacağım bura. Burada bizim binada qalanlardan biri paylaşmış. Axşam tatlı krizdən salmayın değil mi? İstəyirsə götürsün. Mən də getdim götürdüm. Burada Almaniyada bu kültür çox yayğındır xüsusda. Amma nəysə istidən ölürəm və yenə istidən. Yığır da hər şey pulsuz. Ev düzürüz heç. Stikerler gördüm, ne kadar stiker var. Salamlar. Gedirəm idmana. Universitetə getmişdim. Nə bilim, yemək yedim, kitabxanada oturdum, dərsə qoşuldum və s. Amma heç birini çəkmədim. Çünki Almaniyada Alman dili bilmək lazımdır. Sənə Almaniyaya get demədim ki. Dedim axı sən dedin ki çətindir. Mən də dedim ki ingilis dili öyrən, Polşaya da get. enerjim yox idi. Çolkam da bu arada yenə də bərbaddır. Nəysə, indi də idmana gedirəm. Sonra da uşaqlarla Bu dəfə bərbaddır çolkası. marketə gedəcəyik. Yalan deməyəkdən. Biraz pis açılıb. Gedim. Hava da daha yaxşıdır. Şeymiş də, "A sən özünə bax." falan. Düzdür. Çox Mən super almalı, deyil, mən amma istəyirəm. yağış yağır. Ne diyeyim?
Ay şükür. Əla yaxsın. Yağışın necə yağdığını ümid edirəm. Hə, şükür. Görürsünüz. Üstüm bütün su oldu. Özürdü ki, cəmaət İngiltərədə deyir yağış falan filan. Abi burada da bombadır. Alman maşını keçdi. Amma buna dəyər. Qatar yolda saxladı və idmana getmək üçün mən 30 dəqiqə yeriməli oldum. Hatta Bu qədər olay deyəsən qəza olub deyə də baxaq. Qatar Bir yolda qatar saxladı. orada dayanıb, bir qatar orada dayanıb. Biri də orada. Və iki binam, evim, otağım. Geçən Misrə Və gedəm. onsuz da bugün Yaşamağa. yorğun idim. 30 dəqiqə yeriyəndən sonra idmana gəlmək də məni həqiqətən biraz yordu. Niyə yorur? Mən buradan hər gün 30 dəqiqə gedirdim. Arada 40-a çıxırdı Və piyada. necə gəldi Çıxanda da duş alıb piyada təzədən o yola qayıdırdım. Uf. idman edib çıxdım. Kaş biləyim yaxşı olar deyə. Enerjim yolda getdi. İdmandan Kaş Sofetka nə özünü silir ki. Dəsmal apar da olsun. gəldim. İndi də uşaqlarla gedirəm marketə və çox qəribə bir şəkildə heç halım yoxdur. Başım çox pis ağrıyır. Çox yorğunam. Havası biraz ağır gəlib. Gəzmək baxımından yaşamağı bilmirəm ki. Elə ki bu dəqiqə yıxılıb O öləcəm. pisdir də. Allah eləməsin. Hə, amma elə hiss edirəm. Misir yaxşıdır. Gedib bu dəqiqə piramidaları rahat gəzə bilərəm ucuz olaraq. Saçım başım da yaman gündədir. Heç uğraşamam. Mən pilləkəndə oturmuşam şans fikir. Elşən, Abi gör nə deyirəm. gedirik Kaufland'a. Kompüterə buradan çıxır. Gedin, qarışmayın videoma. Gedirik. Kaufland bu arada yarım saata bağlanır. Bu uşaqlar gecikdi deyə. Biz gec gəlirik və doyunca mən Kaufland'ı gəzə bilməyəcəm. Onsuz da getdiyim Ərzaq heç yer olsun, nə yoxdur, bir olsun, dənə bura Kauflanddır. baxanda yaxşıdır. O da belə. Gəlin sizə Adam market bilsən. qiymətlərini göstərim. 5.90-a. Avropada alır. 2.49-a çiyələr. Böyük idi içərilə. Banan indi 1.29, amma daha ucuzu Nə uzun olub onunla? 90 sent falan olan da olurdu. Bəzən avokado var. Ayda. Bəlkə alım. Bir dənə videoya görə şey eləmə də. Yaxşı deyil. Ayrı-ayrı kanallardan avokado 5-6 yoxmuş video ya çəmsən burada. olsun. Gec gəldik. Minimum. Sabırabad qarpızı. Balaca da var, qarpız balaca idi. Üzüm elə biləm ancaq sentyabrda yemək. Oyda çəkişə nə yəni. Dönər düzəldəcəm. Biraz göbələyə oxşuyub bəzi hissələr. Pişirəm. Bu arada doğrayıb qoymuşam. Lavaşım burada. Burada da ayran düzəltmişəm. Lavaş hazır. Ayranı promo kasada Belə elədim, amma gəlsən qatdalamaq bunun çətin olacaq çünki qırılır. çünki qurudur lavaşın. Toyuq Nəysə görək nə olur. Biraz yandı amma it's okay yəni. Yanında elə bil daha dadlı olur. başlamıram yanmış. Ümumiyyətlə xırçıldılı şeylər də məsələn kurumuş kimi olur. Onlar da çox belə ölümünə xoşlaya bilmirəm. Xaçapurini falan. Çox dadlıdır, amma xırçıltılı olanda bütün yayılır bir də saqqaldayıq. Sırf ona görə bu arada. Qəşəng video idi bu arada. Biraz amma axıcı aparsa videoları daha yaxşı ola bilər. Biz videonu bəyəndik. Əla.